Hər bir insan mütləq ki, həyatının hər hansısa bir dövründə çətinliklərlə qarşılaşır. Bəzən isə bu çətinlik sənin yaşadığın bir şey olmur, çox sevdiyin, dəyər verdiyin bir insan, qohumun, sevgilin, dostun, yoldaşın bir çətin dövrdən keçir və o zaman ona dəstək ola bilməməyin ağrısını, çarəsizliyini hiss edirsən. Ona dəstək olmaq, onu o vəziyyətdən çıxartmaq, əlindən gələni etmək istəyirsən, amma nə edəcəyini də bilmirsən. Yaxşı olduğunu düşündüyün bütün saf niyyətinlə bir şey deməyə çalışırsan, hansısa bir məsləhət verməyə çalışırsan və bu əks təsir göstərir. Əksinə qarşındakı insan səndən daha çox incir, səninlə arasında münasibətlər soyumağa başlayır. Çünki sənin onu anladığını düşünmür. Və ya çox yaxından tanımadığın, təsadüfən qarşılaşdığın bir insanın çətin anlar yaşadığını görürsən və necəsə kömək etmək istəyirsən, amma nə edəcəyini bilmirsən. Bu videoda sənə çətin dövrdən keçən, çətin anlar yaşayan insanlara necə psixoloji dəstək göstərə bilərsən, bunun haqqında danışacağam. Videoya keçmədən əvvəl istəyirəm ki, həyatınızda yaşadığınız çətin bir anınızda unutmadığınız bir dəstək olubmu? Həmin dəstək sizə pozitiv yoxsa neqativ mi təsir edib? Və həmin anda eşitdiyiniz, sizə köməkçi olan elə bir cümlə varmı ki, və yaxud da elə bir davranış vardımı ki, sizə həmin anda, həmin vəziyyətdə unudulmaz bir təsir göstərdi və sizi həmin anda, həmin vəziyyətdən çıxartdı. Bu mövzuda video çəkməmişdən əvvəl qısa bir araşdırma etmək istədim internetdə ki, bu mövzuda hər hansısa bir video çəkilibmi və yaxud da çəkilibsə, nələr deyilib? Özünə kömək etmə, özünə dəstək olma haqqındadır videoların bir çoxu və hazırda sosial mediada psixologiya ilə bağlı bir çox videolarda, bir çox kitablarda və populyar mədəniyyətdə çox vaxt özünə kömək etmək, insanlarla olan münasibətlərdə isə necə insanlardan uzaq durmaq olar, necə insanları həyatınızdan çıxarda bilərsiniz və s. kimi kontentlərə daha çox rast gəlmək olur. Amma insan həyatı digərlərinə kömək etməklə, digərlərinin ağrısını hiss etməklə, onlara dəstək ola bilməklə gözəlləşir. Videoya bu cümlələrlə giriş etməyim psixoloji dəstəyin ilk addımı ilə bağlıdır. Çətin dövrdən keçən bir insana psixoloji dəstək göstərməyin ilk addımı özünüzə sual verməklə başlayır. Mən bu dəstəyi niyə göstərirəm? İki cür cavabınız ola bilər çünki. İlkində çətin anında dəstək olmaq, yanında olmaq, onu o vəziyyətdən çıxarmaq istəyə bilərsiniz. İkinci halda isə məqsədiniz xilaskarlıq ola bilər. Bunu etiraf etmək cəsarət tələb edir əslində və hal-hazırda sizə absurd da gələ bilər, amma bəzən hər birimiz xilaskar kimi davranmağa meyilli oluruq. Ona mən kömək edəcəm, onu bu vəziyyətdən mən çıxardacam. Baxın, mən bir söz deyəcəm və o vəziyyətdən çıxacaq. Gedib mən düzəldərəm vəziyyəti. Bütün bu mənlər psixoloji dəstəyi qarşımızdakı insanla bağlı deyil, özümüzlə bağlı edir. Bu da ən böyük yanlışa gətirib çıxardır. Sadəcə olaraq özümüzü dinləmək. Çünki əgər xilaskar olmaq istəyiriksə, çünki əgər biz nəsə etmək istəyiriksə, o zaman qarşımızdakı insanın o anda nə etdiyini, nə deyəcəyini dinləyəsi vəziyyətdə olmuruq. Öz deyəcəklərimizə, öz edəcəyimiz müdaxiləyə fokuslanırıq və bəzən qarşımızdakı insanın ehtiyacı olmadığı şeyi ona verməyə çalışırıq. Və həmin anda o dəstək bütün əhəmiyyətini, bütün faydasını itirmiş olur. Buna görə də ilk addımda niyə qarşınızdakı insana kömək etdiyinizi aydınlaşdırın. İndi isə keçək əsas məsələyə. Qarşımızdakı insanın çətin vəziyyətdən keçdiyini, çətin anda olduğunu dedik. İlk öncə təyin etməliyik ki, çətin an, çətin vəziyyət dedikdə nəyi nəzərdə tuturuq? Qarşımızdakı insan yaxınını itirmiş ola bilər, sevdiyi insandan ayrılmış ola bilər, işdən qovulmuş ola bilər, sağlamlığı ilə bağlı ağır bir xəbər almış ola bilər, imtahandan kəsilə bilər, özünü hazır hiss etmədiyi anda hər hansı məsuliyyətlə qarşı-qarşıya qalmış ola bilər. Həmin anda keçirdiyi vəziyyətdən asılı olaraq o insanın ağladığını, çox aqressivləşdiyini və s. görə bilərik. Bu zaman etməli olduğumuz ilk şey həmin o intensiv emosiyaların biraz sakitləşməyinə şərait yaratmaqdır. Bir insanı sakitləşdirərkən səs tonunuza diqqət eləməlisiniz. Səs tonunuz yumuşaq və aşağı tembrdə olmalıdır. Hər bir insan beynindəki ayna neyronlar vasitəsilə ünsiyyətdə olduğu insanın hərəkətlərini, səs tembrini müəyyən dərəcədə kopyalamağa meyilli olur. Söhbət etdiyiniz zaman
O insanın səs tembri nə qədər yüksəkdirsə və yaxud da aşağıdırsa, istər-istəməz özünüzdən asılı olmayaraq onun kimi danışmağa başlayırsınız ya da oturuşunuz müəyyən müddət sonra ona oxşar şəkildə formalaşır. Bu şüursuz etdiyiniz bir hərəkətdir. Sadəcə olaraq qarşınızdakı insanla empatik bir dialoqda olmağa, ünsiyyət qurmağa kömək etmək üçün formalaşmış xüsusiyyətlərdir bütün bunlar. Və siz qarşınızda affektiv vəziyyətdə olan, çox qışqıran ya da çox ağlayan, o anda özünə nəzarəti olmayan şəxsin qarşısında səsinizi eşitdirmək üçün qışqıraraq bir şəkildə müdaxilə etməyə çalışırsınızsa, elə ən böyük səhvi burada etmiş olursunuz. Məsələn, qarşınızdakı insan əsəbidir və bir şəkildə səs tembrini yüksəldib, qışqıraraq danışır və həmin anda onunla siz də qışqıraraq danışsanız, bu onu sakitləşdirməyəcək, əksinə vəziyyəti daha da gərgin bir halda salmış olacaq. Amma əgər müəyyən qədər səsinizi, səs tembrinizi aşağı salıb səsinizi eşitdirməyə çalışsan sonra, bir müddət sonra onun da səsini aşağı saldığını və daha yavaş danışdığını görə bilərsiniz. O insanla göz kontaktı qurmaq önəmlidir. Toxuna da bilərsiniz, yəni çiynindən və yaxud da əlindən tuta bilərsiniz. Amma əgər onun çəkdiyini, narahat olduğunu, ürəyini sıxıldığını görürsünüzsə, məcbur şəkildə onun əlini tutmağa və ya dəstək göstərməyə çalışmayın. Həmin anda bu daha pis nəticə göstərə bilər. Psixoloji dəstəkdə ən önəmli nüans müşahidədir. Siz dəstək göstərdiyiniz an etibarilə hər zaman müşahidə içərisində olmalısınız. Qarşınızdakı insanın reaksiyaları, bədəni sizə dönük şəkildədirmi, yoxsa qapalı bir vəziyyətdədirmi? Bütün bunlara diqqət yetirmək daha yaxşı psixoloji dəstək göstərməyinizə köməklik göstərəcəkdir. O ilkin dəqiqələrin intensiv reaksiyaları keçdikdən və şəxs biraz da olsa sakitləşdikdən sonra artıq onun yanında sakitcə oturmağa başlaya bilərsiniz. Bu sizə qəribə gələ bilər kiminsə yanında sakitcə oturmaq, amma bir şeyə aydınlıq gətirmək lazımdır. Psixoloji dəstək kiməsə motivasiya nitqləri demək deyil. Problem həll etmək heç deyil. Həmin anda bir insanı bu qədər çarəsiz vəziyyətə salan bir problemi 5-10 dəqiqə içərisində ya da bir neçə gün içərisində həll edə bilməzsiniz. Zaten böyük ehtimalla bu məsələdə problemi həll etməli olan şəxs siz də deyilsiniz. Sadəcə olaraq burada problem həllinə ya da motivasiyaya fokuslanmaq, şəxsi tamamən pozitiv bir hala gətirməyə çalışmaq çox yersiz bir addımdır. Eyni zamanda zərər verici başqa nüans isə burada mən olsaydım belə edərdim, mən olsaydım elə eləyərdim, mən olsaydım daha sakit davranardım və s. kimi müdaxilələrdir. Burada məsələ siz deyilsiniz və bunu anlamalısınız. Ən çox edilən səhvlərdən biri də şəxsi məcbur danışdırmaqdır. Görürsünüz ki, həmin anda biraz sakitləşib şəxs, məcbur nə oldu danış, mənə danış və s. kimi bu qədər baskı etmək bir insan üzərində, əksinə sizinlə onun uzaqlaşmağınıza səbəb olacaqdır. Eyni zamanda diqqət etməliyik ki, qarşımızdakı insanın hisslərini kiçiltməyək. Hissləri kiçiltmək dedikdə nə nəzərdə tuturam? Özün də görəcəksən ki, o qədər şişirtməli mövzu deyil. Biraz sakitləşə bilərsən, niyə özünü bu qədər itirmisən? Bu kimi cümlələr qarşımızdakı insanın yaşadığı o hissləri, hadisəni və düşüncələrini kiçiltmək deməkdir. Dəyər verdiyi şeylərə dəyər verməmək deməkdir və o insanın bunu dəstək kimi qəbul etməsini gözləyə bilməzsiniz. İndi fikirləşmə, sonra fikirləşərsən, güclü olmalısan, özünə gəlməlisən, sən dözümlü insansan, nələrin öhdəsindən gəlmirsən, bunun da öhdəsindən gələcəksən, bu da keçəcək, hazırda fikirləşməməyə çalış, gəbəlkə çıxaq harasa gedək, buna görə pis olursan, burada nə var ki, həll eləyəcəyi keçəcək və s. kimi. Bunlar dedikdə çox xoş səslənən sözlərdir. Amma həmin anda heç bir şəkildə köməklik göstərmir. Çünki o insan hal-hazırda məntiqli düşünəcək bir vəziyyətdə deyil. O yüksək emosiyaların təsiri altındadır və hal-hazırda özünü çox çıxılmaz vəziyyətdə hiss edir. Və sizin o anda güclü ol, keçəcək və s. deməyiniz ona gülməli görünür. Dəstək olduğunuzu düşünmür. Sadəcə olaraq onu başa düşmədiyinizi düşünə bilər. Biraz gülməli səslənəcəm, amma təsəvvür edin ki, bir anda 5 dəqiqə sonra dünyanın dağılacağı xəbərini almısınız və bunu ən yaxınızdakı insanla paylaşırsınız və o da əşi fikir vermə, gedək yemək yeyək, dostlarımızdan əylənək, keçib gedər deyir və o anda şok alarsınız təbii ki, axı 5 dəqiqə sonra dünya dağılacaq, mən necə gedim əylənim? Eyni şəkildə bəzən özümüzü
çətin anlarda çıxılmaz vəziyyətdə hiss etdiyimiz zaman bu bizim üçün dünyanın sonu kimi ola bilər. Qarşımızdakı insanın həmin anda güclü ol, keçəcək, bu nədir ki, fikir verirsən buna və sair kimi cümlələr işlətməsi təbii ki, doğru dəstək olmayacaqdır. Növbəti addımda yenə də müşahidə edirsiniz və qarşınızdakı insanın emosiyalarının daha aşağı düşdüyünü, daha sakitləşdiyini, daha durğun olduğunu görə bilirsiniz. Bəzən bir nöqtəyə fokuslanıb qala bilər, ya da sakitcə ağlaya bilər. Bu zaman yenə də müşahidə etməlisiniz. Əgər şəxs sizə dönük şəkildə oturubsa, sizə tərəf baxırsa, amma heç bir şey danışmırsa, bu zaman əgər yanında oturmusunuzsa, əlini tutaraq, çiynini tutaraq bir şəkildə ona toxunaraq yanınızda olduğunuzu hiss etdirə bilərsiniz ki, o danışmağa başlasın ya da nə isə bir şey bölüşəcəksə o anda bölüşsün. Yox, əgər daha qapalı vəziyyətdə oturduğunu, üzünü divara çevirdiyini, sizə tərəf baxmadığını, göz kontaktı qurmadığını görürsünüzsə, həmin anda məcbur şəkildə əlindən tutmaq ya da danışdırmağa çalışmaq ya da bir şəkildə necəsə özünüzə fokuslamaq onu doğru bir müdaxilə olmayacaqdır. Bu zaman sadəcə olaraq sakit bir şəkildə heç bir şey etmədən və heç bir şey danışmadan onun yaxınlığında oturub gözləməlisiniz. Sadəcə olaraq gözləməlisiniz. Bunu bacarmaq lazımdır. Bəzən ən böyük psixoloji dəstək sakitcə varlığınızı orada hiss etdirmək olur. Nəsə böyük sözlərə, böyük emosiyalara, nəsə deyib onu birdən-birə yaxşılaşdırmağa ehtiyac olmur. Sadəcə olaraq o insanın danışmaq istədiyi anda sizi orada tapa biləcəyini hiss etdirmək, yanında olmaq yaxşı olacaqdır. Və növbəti addımda yenə də müşahidə edirik. Yavaş-yavaş hərəkətlənməyə başladığını, gözlərinin gözünü dikdiyi o nöqtədən yayındığını, bəlkə də sizə baxdığını və ya otaqda hər hansısa bir nöqtəyə, başqa bir nöqtəyə baxmağa başladığını, yəni kiçik hərəkət etdiyini, necəsə dərindən nəfəs alıb verdiyini, bir şəkildə bir dəyişikliyi, bir canlanmanı hiss etdiyimiz an gələcəkdir. Həmin anda isə əgər bu pauza və danışmamağı çox uzun müddət davam edirsə, o zaman sadəcə olaraq bu sualı verə bilərsiniz. İndi özünü necə hiss edirsən? Sadəcə olaraq bu. Əgər danışmaq istəmirsə, əgər bilmirəm deyirsə və ya necəsə bir sözdən belə istifadə edirsə və ya dərindən nəfəs alıb verirsə, bir şəkildə o suala bir qarşılıq tapmış olacaqsınız. Yəni vacib deyil ki, sizə yaxşıyam və yaxud da pisəm deyə cavab vermiş olsun. Bir şəkildə bu sualı qəbul etdiyini hiss edəcəksiniz və bu böyük bir addımdır. Yəni sual verdiyiniz anda onun cavabını almaq üçün çox cəhd eləməyin. Bəzən cavab dediyimiz şey sadəcə üzdəki mimikaların dəyişməsi belə ola bilər. Artıq yavaş-yavaş əgər o insanın rahatladığını, danışmaq istədiyini görürsünüzsə əgər, bu zaman ona danışmağa icazə vermək lazımdır. İnsanların çox vaxt qarşıdırdığı bir məsələ var. Çox vaxt valideynlərə belə məsləhət görəndə ki, uşaqlarınızla söhbət edin, bu söhbəti sadəcə olaraq oturub onlara nə isə diktə eləmək və necəsə bir məsləhət vermək kimi başa düşürlər. Halbuki söhbət dediyimiz şey öz danışdığımız qədər qarşı tərəfi də dinləməkdir. Eyni şəkildə bir insan da əgər çətin bir vəziyyətdədirsə və o anda öz emosiyaları, hərəkətləri üzərində o qədər də kontrolu yoxdursa, çətin ağır bir an yaşayıbsa, artıq yavaş-yavaş sakitləşməyə başlayırsa, həmin anda sizin nəsə danışmağınıza orada ehtiyac yoxdur. Ona danışmağa şərait yaratmalısınız. Bu halda niyə məsləhət vermirik? Çünki birincisi bizim məqsədimiz orada söhbət eləmək ya da nə isə dəyişdirmək deyil. Bizim məqsədimiz o anda o insanı o vəziyyətdən çıxartmaqdır. Bu birincisi. İkincisi də həmin insan əgər o anda danışmaq istəmirsə, bir şey paylaşmaq istəmirsə, məcbur şəkildə ona nə isə diktə eləmək, əksinə onun emosional şəkildə daha çox yüklənməsinə səbəb olacaqdır və sizə qarşı aqressiyasını da artıracaqdır. Buna görə də dinləməyi bacarmaq lazımdır. Və dinləmə də sadəcə olaraq oturub nə danışdığını dinləməkdən söhbət getmir. Eyni zamanda aktiv dinləmə bacarıqlarına da yiyələnmiş olmaq lazımdır. Gələcəkdə bununla bağlı daha geniş bir video çəkərəm. Amma qısacası aktiv dinləmə dediyimiz şey qarşımızdakı insana dinlədiyimizi hər şəkildə göstərməkdir. Bu necə ola bilər? Bədənimizi həmin insana doğru döndərmək,
o bizlə göz kontaktı qurmasa belə, ona baxmağa davam etmək, onunla göz kontaktı qurmağa çalışmaq, ehtiyacı olduğunuzu hiss etdiyinizdə kiçik bir toxunuş etmək. Aktiv dinləmənin ən əhəmiyyətli nüanslarından biri də qarşınızdakı insanın sizə dediyi o çoxlu cümlə yığınından bir-iki cümləli geri dönüş etməkdir. Bunu necə eləyə bilərsiniz? Biz çox vaxt emosional vəziyyətdə olduqda ard-arda danışa bilirik. Bu danışdıqlarımız da əlaqəsiz görünə bilər və bu da düşüncələrimizin, fikirlərimizin o anda çox bir-birinə qarşılığından xəbər verir. Və bu da bizim reallığı görməyimizə mane ola bilər həmin anda. O zaman da əgər qarşı tərəf dediyimiz bu çox cümlə yığınını bir-iki cümlə ilə özətləyirsə, bizə geri dönüş edirsə, bu zaman həm dinlənildiyimizi hiss edərik, eyni zamanda da beynimizdəki o düşüncələr yavaş-yavaş toparlanmağa başlayır. Deyək ki, hər şey yaxşı getdi, birlikdə oturmusunuz, qarşınızdakı insan sizə bir şeylər paylaşdı və yaxud da paylaşmadı, ən azından sizə reaksiya verməyə başladı, ən azından müəyyən qədər rahat hiss eləməyə başladı və artıq kənarla görürsüz ki, dünya ilə əlaqəsi bərpa olunmağa başlayıb reallıqla və həmin anda da kiçik dəyişikliklər edə bilərsiniz. Kiçik dəyişikliklər dediyim, kimisə məcbur qolundan tutub gəl, kefin açılsın deyə partiyaya aparmaqdan söhbət getmir. Ola bilər ki, təklif eləyə bilərsiniz ki, bəlkə çıxaq bir açıq havada gəzək. Əgər istəmirsə məcbur etmək lazım deyil və yaxud da sadəcə bir stəkan çay və yaxud da su təklif eləyə bilərsiniz, gətirə bilərsiniz. Birlikdə o əhval-ruhiyyədən çıxa bilərsiniz və ya bir otaqdasınızsa, otağı dəyişə bilərsiniz. Bu şəkildə çox da yüklənmədən, çox da böyük dəyişikliklər etmədən kiçik düşüncəli təkliflər eləmək və biraz da olsa fikirlərini yayındırmaq və reallığa gətirmək o insanı çox faydalı olacaqdır. Gördüyünüz kimi bu müdaxilələrin hər biri çox sadədir, çox primitivdir. Amma bu sadə şeyləri belə inanın ki, o anda dəstək olmaq istədiyimiz anda kontrol etməyə bilirik. Nəticədə də nəsə eləməyə çalışdıqca, özümüzdəki o çarəsizlik hissindən qurtulub qarşımızdakı insanı o vəziyyətdən çıxarmağa daha çox cəhd elədikcə, həmin anda məsləhət verməyə başlayırıq, həmin anda qarşıdakı insanın ehtiyacları nədir, həmin anda ona nə lazımdır, necə kömək edə bilərik. Bunları düşünmədən sadəcə olaraq bir şeyləri dəyişdirməyə cəhd edirik. O anda hər nə qədər niyyətiniz yaxşı olursa olsun, bu faydalı olmur və qarşıdakı insanı incidə bilirik. Bu şəkildə bu sadə müdaxilələri etdiyiniz zaman, müşahidəçi olduğunuz zaman öz ehtiyaclarınıza, o anda öz etmək istədiyinizə deyil də qarşıdakı insanın nəyə ehtiyacı var deyə düşündüyünüz zaman həmin o dövr keçdikdən sonra o insan daha yaxşı hiss etmiş olacaq özünü. Həmin andakı dəstəyinizə görə sizə təşəkkür edəcək.